Yəni, beynəlxalq maliyyə sistemi və maliyyə üsulları fənnidir. Növbəti dərsimiz dövlət büdcədən kənar fondlarıdır, haqqındadır. Plan üzrə 4 necə deyərlər, məsələləri daxil eləmişik buraya. Birinci, büdcədən kənar fondların mahiyyəti və əhəmiyyətidir. Büdcədən kənar fondların təsnifatıdır. Büdcədən kənar fondların formalaşdırılması metodlarıdır. Azərbaycan Respublikasında büdcədən kənar fondlar haqqında məlumatdır. Büdcədən kənar fondların mahiyyəti və əhəmiyyətindən ilk növbədə başlayaq bu məsələ haqqında danışmağa. Vətəndaşların sosial müdafiəsinə ayrılan vəsaitlərin həcmi ölkənin iqtisadi inkişaf səviyyəsindən, maddi istehsalın səviyyəsindən asılı olur. Bu fondların formalaşma mənbələri əmək qabiliyyətli vətəndaşlar tərəfindən yaradılan, daha sonra büdcə və büdcədən kənar fondlar tərəfindən yenidən bölüşdürülən milli gəlirdir ki, bunlar da əhalinin sosial müdafiəsinin maliyyələşdirilməsi üçün istifadə olunur. Büdcədən kənar fondlar və dövlət büdcəsi sosial proseslərin dövlət tənzimlənməsinə köməklik edir. Eyni zamanda milli gəlirin əhalinin müxtəlif sosial qruplar arasında daha ədalətli bölgüsünə şərait yaradır. Büdcədən kənar fondlar dövlət maliyyəsinin tərkib hissəsidir. Büdcədən kənar fondlar əhalinin müəyyən sosial qruplarının xeyrinə dövlət tərəfindən milli gəlirin yenidən bölgüsü metodudur. Büdcədən kənar fondlar pulun bölgü və yenidən bölgü funksiyalarının məcmusudur ki, bunun da nəticəsində büdcəyə daxil olmayan və məqsədi təyinata malik olan maliyyə resursları fondları formalaşır. Dövlətin büdcədən kənar fondları mərkəz və yerli hakimiyyət orqanlarının sərəncamında olan, məqsədi təyinatı olan maliyyə vəsaitlərinin cəmidir. Büdcədə kənar fondların funksiyaları bölgü, nəzarət, hissə funksiyalarından ibarətdir. Bölgü funksiyası dedikdə, yəni büdcədən kənar fondlar vasitəsilə milli gəlirin bir hissəsinin əhalinin müəyyən sosial qruplarının xeyrinə yenidən bölüşdürülməsini ifadə olunur. Nəzarət funksiyası odur ki, istehsal və ya sosial proseslərdə yaranan çatışmazlıqların cəmiyyətdə çatdırılmasına təzahür edir. Büdcədən kənar fondların fəaliyyət xüsusiyyətlərinə nəzarət etdikdə, burada ciddi məqsədi yönümlülük daxil olur. Büdcəyə daxil edilməyən dövlət xərclərinin maliyyələşdirilməsi üçün pul vəsaitlərindən istifadə, hüquqi və fiziki şəxslərin ayırmaları hesabına fondun, büdcənin formalaşdırılması, sığorta haqları və bu zaman yaranan münasibətlər vergi mahiyyətlidir. Pul vəsaitləri dövlət mülkiyyətindədir. Vəsaitlərin xərclənməsi hökumətin yaxud xüsusi səlahiyyət verilmiş orqanın sərəncamı ilə həyata keçirilir. İkinci, büdcədən kənar fondların təsnifatıdır. Yəni, burada fonlaşma mənbələri təyinat və istifadə həcminə görə aşağıdakı fondlara ayrılır. Mərkəzləşdirilmiş, bir də qeyri-mərkəzləşdirilmiş formalara ayrılır. Mərkəzləşdirilmiş büdcədən kənar fondlar dövlət əhəmiyyətinə malikdir. Ümumdövlət əhəmiyyətli məsələlərin həllində iştirak edirlər. Mərkəzləşdirilmiş büdcədən kənar fondların tərkibinə daxildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Dövlət Neft Fondu. Qeyri-mərkəzləşdirilmiş büdcədən kənar fondlara aid edilir. Regional, yerli vəzifələrin həlli məqsədi ilə regional və yerli hakimiyyət orqanlarının qərarı ilə yaradılan büdcədən kənar fondlar, sahəvi vəzifələrin həlli məqsədi ilə yaradılan elmi tədqiqat fondları, konversiya fondu, büdcədən kənar fondlar. Büdcədən kənar fondlar funksional məqsədi təyinatına görə iqtisadi xarakterli fondlara bölünür və təbiəti mühafizə xarakterli fondlara bölünür, sosial xarakterli fondlara bölünür. İdarəetmə səviyyəsinə görə büdcədən kənar fondların təsnifatı
bölünür ümumdövlət fonduna, Respublika fondu, Muxtar Respublika fondu, rayon əhəmiyyətli regional fonda. İstifadə məqsədlərindən asılı olaraq iqtisadi, elmi, tədqiqat, kredit, valyuta, hərbi, siyasi, digər fondlar da bir-birlərindən istifadəsinə görə fərqlənirlər. Fəaliyyət müddətinə görə büdcədən kənar fondlar aşağıdakılara bölünür. Daimi fəaliyyət müddəti qeyri-məhduddur. Müvəqqəti üzərinə qoyulan vəzifələri yerinə yetirdikdən sonra fəaliyyətin dayandırılması da bura aid edilir. Büdcədən kənar fondların formalaşması metodlarına baxanda iki yola yaradılır. Birinci, büdcədən xüsusilə vacib təminata malik müvafiq xərclərin ayrılması. İkinci, büdcədən kənar fondların öz xüsusi gəliri mənbələrinə hesabına. Büdcədən kənar fondların formalaşması zamanı yenidən bölgü prosesində milli gəlirin səfərbərliyə alınmasının əsas metodları. Bunlar da xüsusi vergilər, yığımlar, büdcə vəsaitləri və istiqrazlara da bölünür. Büdcədən kənar fondların büdcə gəlirlərinin formalaşdırılması mənbələri aşağıdakılardır. Büdcə vəsaitləri, müvafiq qanunvericilik aktları ilə nəzərdə tutulmuş məcburi ödəmələr, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri, fondun hüquqi şəxsi kimi həyata keçirdiyi kommersiya fəaliyyətindən mənfəət, fond tərəfindən Mərkəzi Bankdan və ya Kommersiya Bankından alınmış istiqrazlar. Yerli hakimiyyət orqanının büdcədən kənar fondu aşağıdakılar hesabına yaradıla bilər. Vətəndaşların, müəssisələrin, təşkilatların, könüllü haqların, iyanələri, əhalinin könüllü vergi vəsaitləri hesabına yaradıla bilər. İkinci, yerli istiqrazlardan, yerli pul, əşya, lotereyalardan, hərraclardan gəlirlər vasitəsilə yarana bilər. Üçüncü, könüllü əsaslarla müəssisələrin, kooperativləri, digər ictimai təşkilatların, vətəndaşların vəsaitlərinin cəlb edilməsi ilə də yaradıla bilər. Sonra Azərbaycan Respublikasının büdcədən kənar fondlarına baxanda Dövlət Neft Fonduna, Dövlət Sosial Müdafiə Fonduna, digər məqsədli fondlar, mühüm, necə deyərlər, ətraf mühitin qorunması fonduna, təbiətin mühafizə fondlarına da eynilikdə bölünür. Neft fondunun vəsaitləri neftdən gələn gəlirlər hesabına formalaşır və bu gəlirlərə konkret olaraq daxil edilir. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər, neft-qaz sazişlərinin imzalanması və icrası ilə bağlı Azərbaycan Respublikasının dövlət neft şirkətinə və ya səlahiyyəti dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar, karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən arx hesabı ödənişlər, neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının payına düşən dividendlər, mənfəətin bölüşdürülməsindən əldə edilən gəlirlər, neft-qaz sazişləri çərçivəsində Azərbaycan Respublikası dövlət neft şirkətinə və ya səlahiyyəti dövlət orqanına sərmayəçilər tərəfindən verilən aktivlərdən əldə edilən gəlirlər də bura aiddir. Sonra, Azərbaycan Respublikası Əmək, Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu yaradılıb. Dövlət Sosial Fondun əsas vəzifələri aşağıdakılardır. Dövlətin sosial sığorta və əmək pensiyası siyasətinin istiqamətlərinə dair təkliflərin hazırlanması, fondun büdcə layihəsini hazırlamaq və təsdiq olunmuş büdcənin icrasını təmin etmək, təşkilati hüquqi formasından, mülkiyyət növündən asılı olmayaraq, Azərbaycan Respublikasının və xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilatlar, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən, eləcə də sığorta olunanlardan qanunvericiliklə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanmasını təşkil etməkdir.
Sonra öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığortası, əmək pensiyaları sahəsində qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət həyata keçirmək, məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsini həyata keçirmək də bura aiddir. Fondun funksiyalarına baxanda, fondun növbəti ili üzrə təsdiq olunmuş büdcəsinin gəlir və xərclər göstəricilərinə uyğun olaraq yerli orqanların gəlir və xərclər proqnozunun təsdiq edilməsi, əhalinin sosial müdafiəsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edir, məcburi dövlət sosial sığortasının inkişafı, təkmilləşdirilməsinə dair təkliflər verir, məcburi dövlət sosial sığorta vəsaitini idarə edir, əmək pensiyaları sahəsində idarə etməni, pensiyaları və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsini, maliyyələşdirilməsini, ödənilməsinə nəzarət həyata keçirilir. Fond öz vəzifə və funksiyalarını həyata keçirmək üçün aşağıdakılara malikdir. Bütün sığorta edənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsi tələb etmək, öz səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta haqlarının yığılması, qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin maliyyələşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər, normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək. Məcburi dövlət sosial sığorta əmək pensiyalarına dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət həyata keçirmək, əmək pensiyalarının təyin edilməsini və ödənilməsinə nəzarəti həyata keçirmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən analiz olmaq, məcburi dövlət sosial sığorta əmək pensiyalarına dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə, vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət həyata keçirmək, əmək pensiyalarının təyin edilməsinin və ödənilməsinə nəzarəti həyata keçirmək. Növbətidə neft qaz sahəsində fəaliyyət olmayan və qeyri-dövlət sektoruna aid edilən sığorta edənlərdə işləyən sığorta olunanların muzlu işdən aylıq gəlirindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarı 1-də 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilmişdir. Maaş sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda 25%, 3%-i sığorta olunan gəlirlərindən tutulandır. Sığorta edilən vəsait hesabına ödənilən 22%-dir. Sığorta haqqı cəlb edən aylıq gəlir 200 manatdan çox olduqda yenə də 25% tətbiq olunur. Sığorta haqqı sığorta olunan gəlirlərindən tutulanda 6 manat üstə gəlsin 200 manatdan çox olan hissəsinin 10%-i sığorta edən vəsait hesabına ödəniləndə sığorta edən vəsait hesabına ediləndə 44 manat üstə gəlsin 200 manatdan çox olan hissənin 15%-i kimi hesablanılır.